Azərbaycanda bələdiyyə seçkiləri günüdür. Ölkədə sayca 4-cü dəfə keçirilən seçkilərə səhər saat 8-dən start verilib. Azərbaycan Prezidenti İlham Əliyev də artıq səs vermədə iştirak edib. Mərkəzi Seçki Komitəsinin sədri Məzahir Pənahov isə 10 saylı Binəqədi 3-cü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib. Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, bələdiyyə seçkiləri baş tutub. Məzahir Pənahov bilirsinlərin güya kütləvi halda qutuya salınmasına dair sosial şəbəkələrdə yayılan kadrlarla bağlı araşdırmaların aparıldığını, pozuntularla əlaqədar isə hələlik komissiyaya heç bir müraciətin daxil olmadığını söyləyib. Seçkilərin başlaması üçün seçki fəallığının heç bir yolu yoxdur. Bir nəfər də gəlib səs versə, seçki başlayır. İndiyə qədər elə bir ciddi şəkildə hansısa seçkilərin nəticəsində təsir edə biləcək məlumatlar hələ daxil olmayıb. Mən elə bura gəlməmişdim, amma mənə göstərdilər onu, bəli. Səfərləməsi Meydan TV-nin nümayəndəsi olub, göstərdi orada bir qadın qatlıya batır. Amma tərəfdə araşdırmaq lazımdır, birincisi. Biletin özü onsuz da böyükdür, amma yenə də araşdırmaq lazımdır ki, nə məsələdir. Təbii Mərkəzi Seçki Komissiyası ciddi şəkildə araşdıracaqdır və qiymət də verəcək. Müraciət olunur mu? Hələ müraciət olunmur bizə xeyr.